Sıxıntıların bir müvəqqəti ömrü olur, onların da bir əcəli var, onlar da bir müddət bitəcək, qutaracaq, tükənəcək. Yetər ki, siz bitməyin, qutarmayın, tükənməyin də. Həyatdan bezməyin, yorulmayın, ayağa qalxın, möhkəm dayanın. Qalu Rabbunallah summa istaqamu tətanəzzəlu aleyhimul mələikə. Mənim bəzi bəndələrim var ki, möhkəm dedilər Rəbbimiz və istaqamu. Möhkəm dayandılar. Tətanəzzəlu aleyhimul mələikə. Mələklər gəldi onlara, ziyarət elədi onlara. Allah təxafu, qorxmayın, üzüllənməyin, möhkəm olun. Birinci, sənin Rəbbin var. Sizin Rəbbimiz hər şeyə qadirdir. İnnəllaha alə kulli şeyin qadir. Quranda ayədir ki, hər şey qadirəm. Onun üçün heç bir şey çətin deyil. İnnəmə əmruhu izə arada şeyən yəqul ləhu kun fəyəqul. Bir şey oldusa olar, bitdi, qutardı, getdi. Belə bir Rəbbimiz var. Bir ikinci sıxıntı təkcə sizdə yoxdur ki, hamımızın sıxıntısı var. Hamımızın dərdi var, hamımızın müşkülü var. Dərdli, problemli, müşküllü dünyada yaşayırsan əzizim. Səndə bir cür, bizdə bir cür, başqasında da bir cür. Bu da ikinci məsələ. Bir də ki, belə deyək də, biraz səbirlə, möhkəm dayansız Allahın lütfü, fərəci, köməyi sizə üst tutar inşallah. Davam edin.